Bəzilərini mən eləyim, qalanını siz. Deyir minimum B2, B14 xanasında minimumu tap. Bax bu xanadır da. Bunların ən baladası 4-dür. Average neydi? Average ədədi orta. Ədəbi A2, A14 xanasının ədədi orta. Ədədi orta odur ki, toplayıb sayına bölmək. Bax Hı bunu hı. toplayıb sayına böləcəyik. 6, bu da 6. 12, 1, 2, 3'tür. Sayına bölündə düşür 4. İndi bunların içində də maksimum C12, C13 xanasının içində maksimum axtarırıq. Elə bunlar ikisi 4'ü alındı ki. Onda cavab olur 4. 4 olur da. Bir də baxaq bunların içində Tamamdır. minimum yox, mən qarışdırdım. Yox. Burada 2'dir. Minimum 2. 4 niyə yazmışıq ki? Hə, maksimumu 4. Məsələn, gəlin baxaq 129'a. Siz də qatıla bilərsiniz. Yəni öz töhfənizi verə bilərsiniz, müdaxilə edə bilərsiniz. A1, B1. A1, B1 average. Bax budur. Ədəd orta. 30, 15, 15. 17, 30 2'ye böləndə sayına böləndə 15. Hı hı. Count A1, B2. Count Ay, neyini qiymətləri sayırıq müəllim. sayırdı? Ancaq ədədləri sayırdı. Burada bir şeyə fikir verək müəllimlər. A1 A1, nöqtə B2 olsaydı bu diapazon olardı. A1'i, A2'ni, B1'i, B2'ni sayardı. Amma A1 burada vergül olduğuna görə təkcə A1'i sayır. Bir də nəyi sayır? B2'ni sayır. Ee, 2 dənə. olur 2 dənə. İndi burada bir 60. şey də mən deyim. Bunlardan hər hansı bir dırnaqda falan olsaydı, ya söz olsaydı saymayacaqdı. Ha, count A olsaydı sayardı. Count yalnız ədədləri sayır. Bu işarə də qüvvətə yüksəltmədir. S1 üstü 5 S2 deməkdir. kvadrat. Bəli, kvadratdır. 15'in üstü 2, bu da eləyər 225. Cavab oldu 225. Bu Y variantı. Hı Gəldik hı. 130'a. Count A1, B2, bəli. A1, B2 o demək ki, bax burada A1, B2 vergülüydüsə ikisini saydım, amma A1, B2, 4 A1, olacaq. A2, B1, B 4. Aha. Deyir A1, B4'də 30'dan böyüklərini say. Baxın A1, B4 bulardı müəllimlər. Bax A1, B4, A1 30'dan böyüklərini istəyirsə, bax bunu yox, bunu yox, bunu yox, bunu yox, bunu yox. 1, 2, 3. Elədi 3. A1, B4'də 20'dən kiçiklərini say. 20'dən kiçiklərini say deyəndə, burada da olacaq. Yox, üzrəm topla, samifdir bu, say deyil. 20'dən kiçiklərini topla. A1, B4'də, düzdür? 12'ni toplayacaq. 23, 20'dən kiçiklərini deyir, bunu yox. 12'ni, e, 12. 12'nin 12'ni, 13. bir də 13'ü. Bu da eləyər 24, bu da 13, 37. Düzdür? 30. Bəli. Samdakı bax bu S1, S3 yapan sam toplamaqdır. 37 Toplamaq. 3 4 bu da 37 3 40 bu da 4 44. Cavab oldu 44. Bax bu tipli suallarda işləmək lazımdır. Məsələn Belə bu qeyrəti düşür. Yəni bəli, testdə yapırsınız da bu maraqlı gəldi bana bəli. işləməli. Deyir ki, S1 xanasındakı düsturu S2 və S3 xanasına sürüşdürürükdə. Bax bu düsturu sürüşdürəcəm S2 xanasına. Olacaq A2 plus B2-də. Çünki aşağı dartanda hərflər dəyişmir, axı rəqəmlər dəyişir. Sağa sola dartsaydım hərflər dəyişərdi. Burada olacaq A3 plus B3. Düzdür? İndi qiymətlərini tapaq. A1 ilə B1-i toplayır. 12 ilə 43'ü toplayanda nə verər bizə? 55. Düzdürmü? A2 ilə B3'ü 45 ilə də 23'ü toplayacaq. 45 ilə 23'ü eləyəcək 68. A3 ilə də B3'ü toplayacaq. A3 A3 ilə B3'ü. Hə də. A3 yoxdur. A3 yoxdur 0 götürəcəm. B3 də 54. İndi bunların hamısını toplayacaq. Deməli 55 bu da 54. Nə qədər eləyir? 109. Bu da 60. 169. Bu da 8 177. Cavab olur 177. Hansı misalda yapacağım? Bəli. Sam toplamaqdır. Bəli hamısı. Sonra A1 B4'də count sayır. 1 2 3 4 5 A1 B4 hə. 1 2 3 B4'də A4'lər bunlar boşdur da 0 götürür. 1 2 3 4 5 6. A1 ilə B3'ü toplayır. Bax, nöqtə vergül deyil ha. A1 ilə B3 B4. B3 B3'ü B, toplayır. B3 də buradır. Bunu deyirəm. hə, A1 ilə ikinci. B3 eləyir 49. Hı hı, Deyir 49. ki, A1 ilə A2'ni bir də vergül B1 ədəd orta. A1 ilə A2 müəllimlər 3 bu da 75, 78 bir də B1 bu da 12. Eləyər 90. Say olaraq 3'ə böləndə eləyir 30. Bunların arasında maksimumu tapaq. Bunların arasında maksimumu da 30'dur. Cavab oldu E variantı.
Niyə 49 değildi müəllim orada? Niyə 30? 49, mən Maksimum. bunu görmədim, düz deyirsiniz. 49, 49, bəli. Maksimum. Görmədim, bəli, düz deyirsiniz. Hə, S1 xanasındakı düsturu S2 və S3-ə sürüşdürəcəm. S1-ə bunu sürüşdürəndə olacaq A4 plus B dollar 1. Burada olacaq A5 plus B dollar 1. Dollar qoymadılar rəqəm dəyişməyə. İndi A3 ilə B1-i toplayıram. 12 ilə A3 ilə 54 ilə 56-nı toplayanda 110. Buraya da oldu 110. A4 ilə B1-i toplayıram. 54 ilə bir dəqiqə A3 ilə B1-i topladım. Hə də A4 ilə B1-i. A4 yoxdur da, sıfırdır. B1 də elə 56. A5 ilə B1-i toplayıram. Elə bu da A5 də sıfırdır. Bu da eləcək 56. İndi bizdən nəyi soruşur? Bunların hamısının cəmi. 56, 56, 112, bu da 110, 222. Cavab oldu 222. Aydındır. Evet. A1 ilə B1-i toplayırıq. A1 ilə 12 ilə 52-ni cəm edir 64. A1 ilə B3-ü sayırıq. A1, A2, A3, B1, B2, B3. 1, 2, 3, 4, 5. Oldu 5. A3'ü B3'e vururuq. A3 sıfırdır. Sonra B3 nə olsa da sıfır edəcək. Bunların üstündən maksimumu toplayırıq. Tapırıq maksimumda 64. Cavab oldu A variantı. Hı hı. İndi burada nə deyir belə? D5 xanasında hansı qiymət yazılacaq? E, A1 D4 diapazon seçin və sonra home fill left əməl edilmişdir. Bu əməliyyatdan sonra D5 xanasına nə yazılacaq? Deyir ki, A1 ilə D4-ün arasında ondan böyükləri say. A1 D4 arasında A1 A4 A1 D4 arasında D4 arasında Hamısı büyük. Bir de iki dənəsi kiçik də müəllim. yox, 5. sayını istəyirik. Ondan böyüklərini sayırıq. Deməli, ondan böyükləri bunlar çıxırıq onda. 1, 2, 3, 4, 5, 6, 7. Cavab oldu 7. Bu düsturlar mütləq lazımdır bizə. S2 xanasındakı düsturu bu xanaya S3-ə köçürdüm. S3-ə köçürdəndə olacaq A3 vur 2. İndi deyir ki, S3 xanasının qiyməti. S3 xanası A3 vur 2-dir. A3 də 0-dır da. 0-ı da 2-yə vursam elə 0 eləyəcək. Cavab oldu 0. Aydındır. Burada deyir ki, A2 əgər 500-dən böyükdürsə, onda A2-ni 2-yə böl. Vur. Əks halda A2-ni 2-yə böl. A2 nədir bizdə? 400. 400 500-dən böyükdür? Yox. Şərt ödənmədiyinə görə mən A2-ni 2-yə vurmayacağam. A2-ni 2-yə böləcəm. A2 də bizə 400-dür. 2-yə böləndə düşür 200. Baxın, deyir ki, əgər A2 500-dən böyükdürsə, A2-ni vur 2-yə. Və bu şərt ödənsəydi birinci. Əks halda ikinci. A2-ni böl 2-yə. A2 də 400-dür. 500-dən böyük olmadığına görə mən A2-ni 2-yə vurmadım. A2-ni 2-yə böldüm. Əks halda ilə getdim. Deyim ki, alqoritmi yox qoluna getdim. Bu da oldu 200. Nə deyir burada? Aşağıda düsturlar hansılar xanalar diapazonuna istinad etmişdir? Xanalar diapazonu. Xanalar diapazonu budur. Diapazondur da. Budur. Sonra A3 B5 Oldu. budur. 5. A4 B4 A2 B3. Onda bu da 2 4 5. 2 4 5'ti də B variantı. Var bir variant. Da müəllim 2, 4, 5, 6. 6 yox. 6 diapazon deyil axı. Qoşa nöqtə olanda diapazondur da. Bildim. S4 xanasına B2 bax bu düsturu mən S4-ə köçürdəcəm. Deməli düsturumuz belədir də. B2 xanasındakı düsturumuz A1 üstə gəlsin dollar B dollar 1-dir. Bunu aparam S4-ə. B-dən C-yə gedirəmsə hərfi bir dənə dəyişirəm. Bunu deyirəm B. 2-dən də 4-ə gedəndə rəqəmi 2 dəyişirəm. 1-də olur 3. B3 üstə gəlsin. Bu da mütləq xəta xanadır da. Dollar D, dollar B, dollar 1 dəyişməyəcək. B3. B3-ün qiyməti 3-dür.
E, B1-i də qiyməti 3-dür. Yox, B3-ün qiyməti 33-dür. Deməli. 3 Mhm, elədi 36. mhm. Bunlar nəzəri suallardır. Excel-də B2, B3, B4, B4, B9 xanasındakı qiymətlərin cəminin B10 xanasına yazılması üçün hansı olmalıdır? Deməli, baxın, B1, B2, B3, B4 bunlar ardıcıldır. Deməli, onda mən yaza bilərəm ki, B1 qoşa nöqtə B4 vergül B9. Özdə nə ilə? Samla. Tamam. B1 ilə B4 ardıcıl gəlir. Arasında B5, B6, B7, B8 buraxılır və bir də B9 olur. Ona görə buradan ayırıram ki, diapazon qırılır, vergül qoyulur B9. Və cəm dediyinə görə də cəmicisi rəqəm olacaq. Sam B1, B2 düsturun qiyməti, bax bu tipli məsələləri müəllimlər işləyək. Baxın, Sam B1, B2 qiymətinin düsturun qiyməti 5-ə bərabərdir. Deməli, Sam nə deməkdir? Gəlin bunu açaq. B1 üstə gəlinsin B2 bərabərdir 5-ə. Average B1, B3 düsturun qiyməti 3-ə bərabərdir. Average ədəd orta deməkdir də. B1 üstə gəlinsin B2 üstə gəlinsin B3 bölünsün 3. Average ədəd ortada axı sayına bölür. Bunun da qiyməti 3-ə bərabər olarsa, B3 qiymətini tap. Deməli, baxın, B1 ilə B2-ni mən bilirəm də burada. Onda buradan alıram ki, B1 ilə B2-nin yerinə yazaram, 5 yazaram da. B2 plus 5 plus B3 bölünsün 3 bərabərdir 3-ə. 3-ə vurub məxrəzdən qutararam. 5 plus B3 bərabərdir 9-a. B3 də bərabərdir 9-dan da 5 çıxaram qalar 4. Cavab oldu 4. Tənlik qurdum. Aydın olmadısa mən silim yenidən yazım. Xahiş edirəm deyin. Nə aydın deyilsə mən onu silim təzədən yazım. Bax bu suallar %100 düşəcək sertifikasiyaya. Yenidən yazın bunu. Ha, olar razım mənim. Bir də bir yaz. Yaxşı. B1, B2. Değil mi? B1 üstə gəl B2 bərabərdir 5'ə. 5. Sonra B1, B2, B3 bölünsün 3. B1 plus B2 plus B3 bölünsün 3. Tamam. B3 X de orada yakın. Kıymet yoktu. Bu da beraberdir. 5 üstə gəl B3 bölünsün 3. Hə. Baxın. Deyir ki, B1, Sam B1, B2 5-ə bərabər. Sam toplamaq demək deyil. Bəli. Burada B1 yazsam ki, bərabər. B1 üstə gəlinsin B2 bərabərdir nəyə? 5. 5'ə. Averajda da Averaj ərədə B1, ortadır. B1 B1, B2, üstə B3 gəlinsin bölü 3 dənə B2 olur. üstə gəlinsin Üstə gəlib B3 B3 bölünsün bölü 3. sayına 3-ə 3'ə. bərabərdir 5. Yox, 3. 3 deyil. 1, 2, 3. 3 verib də 3, 3'ə bərabər. hə. İndi müəllimə, bax bu düstur var. Bax bu düsturda. Mən axı B1, B2-nin qiymətini bilirəm. Bax, bu B1, B2 5-ə bərabərdir axı, düzdür? Bunların yerinə 5 qoya bilərəm də. Bu 5-i qoya bilərəm də. Axı B1, B2 cəmi 5-dir axı. Onda yazaram ki, burada 5 üstə gəlinsin B3 bölünsün 3 bərabərdir 3. Yəni B1, B2 cəmi 3-dür də, düzdür? Belə bir tənlik aldım. Bu tənliyi almaq üçün də, həll eləmək üçün də mən məxrəci hər tərəfə, bax bunu da bunu 3-ə vurub məxrəcdən qutararam da. Bunu da 3-ə vuraram. Bunu da 3-ə vuraram. Ona görə 3-ə vururam ki, məxrəc getsin də. İxtisar nə olacaq? 5 plus B3 bərabərdir 9 qalır. Bu tənlikdə həll eləmək nə var ki, B3 bərabərdir 9 çıxılsın 5, B3 bərabərdir 4. Cavab oldu 4. Müəllim, riyaziyyatda biz məsələn riyaziyyatı bilirik də. Orada bərabərdir 3 bölünsün 3 elə 3 bölünsün 1 kimi yazanda da yəni daha asan da olur da. Daha niyə 3-ə vuraq hər tərəfi? Hər tərəfini 3-ə də bölə bilərik də müəllimə. Düz deyirsən. Demək olar, amma belə asan Yəni kəsr əsas xassəsinə görə
Kəsirin Hə, sürət və ya məxrəcini istənilən nöqtədə vurduqda və ya bölünür, kəsirin qiyməti dəyişmir də. Yəni e, bəli. eyni tərəfi birində 3-ə, birində 4-ə vurmaz. Düz deyirsiniz. Burada normalda 3-ə bölə də bilərdik. 3'e bölmürük. Elə 3 bölünsün 1, 3'ü göstərə bilirik 3 bölünsün 1 kimi. O da 3'ü zaten biri vuranda B1 plus B2 Hətta plus biz B3 yazacaqdıq, beraber. belə yazardık da onda. E, Daha 5 plus B3 bərabərdir 1-ə. 1'e yok müəllim. 1-ə, müəllimə, axı hər tərəfi 3-ə bölürük də. Hı. 5, Məxrəcdən qurtarmaq üçün də. bəli, Mən məktəbdə qurtarmaq üçün mən belə elədim. Elə siz deməmişdən qabaq elədim. Burada bərabərdir 3 bölünsün 1 kimi göstərdim 3'ü. O 5 elə də plus variant olur. Yəni elə də eləmək olur da asan. 3-ü bərabərdir, nə tər göstərdiniz? Bərabərdir 3 bölünsün 1. 3 bölünsün 1 zaten 3'ü verir də bizə. 3 bölünsün 1, hə. Bəli, yəni eyni şeyi verir. Yəni mən Amma bu vurmaqdan da 3 onu bölünsün, məsələn. axı müəllimə, onda B3 düzəlmir axı. 3-dən 5 çıxanı Yox, mənfi. müəllim. Müəllim, bir dəqiqə dinləyin məni. Sadəcə orada baxın necə göstərdim. B1 plus B2 plus B3 bölünsün 3 bərabərdir 3 bölünsün 1 kimi. Ha, burada. Bəli, elə sadəcə 3'ü bölün 1'ə belə veriləndə. Orada da axı Necə məxrəclər 3 verilir. yazın da Bir bura müəllimə. böləndə müəllimə heç nə dəyişmir, yenə bu 3 olaraq qalır da. Ya 3 olur da 3 qalır. Elə daha vurmaqdansa bu da yəni variantıdır. Mən variantı deyirəm ki, bu da eyni şeydir. Yox, bir Amma dəqiqə bu da gözlə. elə Hə, eyni bunu alınır. sizin dediyiniz Biri kimi var. vuranda bir tanesi bəli, vuranda biri vurursunuz ora, üçü də vurursunuz ora bərabərliyin bu Gəl tərəfinə. bu Yəni tənliyi həll eləyək. bəli. İndi 5 üstə gələk B3. 3 bərabərdir 9. 9-u hardan aldıq? Ha, bunu 9'u burada 3'e vururaq, biri də düz yuxarıdakına deyirsiniz də. Hə, vururuz. hə. Tənasüb Mən fikirlərdiniz də. mən deyirəm bəs vurmaqdansa bu daha asandır. 3'ü biz 3 İşte bölsün 1. məsləhətdir. İndi kimə necə uyğundursa, əsas üç cavabı alaq da. Bəli, bəli. Bəli. İndi Ya mən bunu variant kimi dedim ki, yəni bəli, kimə bəli, bəli. asan oldu, belə bir variant da var. Mən onu demək Əlbəttə. istədim. Mən onu rahat bildim onu. Deyir A2 500-dən böyükdürsə, A2-ni 2-yə vur, əks halda A2-ni 2-yə böl. A2 də bizdə 400-dür. Yaxşı sual deyil bu. 400 500-dən böyük deyil də. O zaman A2-ni 2-yə böləcəm 200. Burada yuxarıda var idi. Eyni sualı təkrar verilir. Haradasa o sual var idi. Budur, bu həmin sual. 100 olsun. Bilirəm. Təkrar verilir. Burada deyir ki, B2 xanat düsturu C4 xanasına köçürsək. Bu da həminki düstur. Bu da ona uyğun nəsə elədik axı biz deyəsən. Tostun həminki B2 xanasına düsturu C4 xanasına köçürsək. A1 plus dollar, B1 dollar 1, B dollar 1. Eyni düstur deyil bu. Bəli, Eyni bəli, düstur. bəli, bəli, Təkrar deyil. verilib. 36 tapmışıq da orada. Müəllim, burada çox maraqlı bir şey var. Qoy mən sizə onu izah edim. Bax, deyir ki, A2 5-dən böyükdürsə, B2-nin üzərinə A2 gəl. Əks halda B2-dən C2 çıx. Baxıram A2-yə. A2 neçədir? 43. 43. Deməli, 43 5-dən böyükdür. Bəli. Deməli, mən bunu edəcəm. B2-nin üzərinə A2 gələcəm. B2 Yalan. yalanın üzərinə A2 gələndə 12 mənə gələndə. verəcək value. Bilirsinizmi niyə verir? Çünki mən elə bir ki, mətndən ədədi toplayıram. Hmm, Aydındır? Olmaz axı. Amma olmaz. burada bir məsələ var. Məsələ budur ki, məsələn, gəlin burada yalan yox. Məsələn, false söz olsaydı, bax false Doğru. ilə toplasaq, bu false yazanda bunu bir sıfır kimi tanıyır. True yazanda bir kimi tanıyır. Bax burada bu misalda məsələn, mən Hmm. C1 üstə gəlinsin C2 yazsam, C1 nədir? True deyil. True'nu Bir. bir tanıyacaq. Üstünə S2-ni gələcək. Məsələn, nəyi gələcək? 12-ni gələcək. Bu deyəcək 13. Hı -hı. Amma mən yazsam ki, S2 üstə gəlinsin S3, S2 12-dir. S3 nədir? Doğru Doğru. sözü. Yəni olmaz. Bu bizə verəcək value. Hmm. Deyə bilərsiniz ki, nosun, true ilə doğru eyni şeydir. Xeyr. Bu bizim dildə eyni. Mənası bəli, true'nun tərcüməsi doğrudur. Excel bizim dildə bilmir axı. Yəni true beynəlxalq formada qəbul olunub da, true'nu doğru kimi 1 kimi götürür, false'u 0 kimi. 5-in üstünə false gələndə cavab 5 verər. Çünki false 0 axı. Amma 5-in üstünə yalan gəlsə value verər. 5-in üstünə true gəlsən 6 verər.
Turu bir kimi tanır. Turu yazınca o bir onu tanıyır da o proqram olaraq məntiqi informasiya görə. Amma turun üstünə doğru sözün gəlsəm, turun üstünə doğru gəl, məsələn 15-in üstünə doğru sözü. 15-in üstünə doğru gəlməklə 15-in üstünə razım gəlmək yeni şeydir də Excel üçün. O bilmir axı bura sən razım yazmısan, səfər yazmısan ya cəfər yazmısan, sevinç yazmısan ya doğru söz yazmısan. O doğru sözünü tanımır. O biz onu bilirik ki, öz dilimizdə doğrudur. Yəni başqa dildə olanı tanımır. Ona görə də 5 plus true ilə 5 plus doğru sözün nəticəsi eyni olmayacaq. 5 plus true-nun nəticəsi 6 olacaq. 5 plus doğru sözün nəticəsi value eləyəcək. Yəni bizim dildə onu tanımır. Gəlin 146-ya baxaq. A2 5-dən böyükdürmü? Bəli, 43 5-dən böyükdür. O zaman deyir, S1 ilə A2-ni toplayacağam. True ilə 12-ni toplayacağam. True ilə 12-ni toplayanda O cavab 13. gələcək 13. Cavab 13 O yoxdur. bir dəfə. Bu A2 5-dən böyükdürmü? A2 5-dən böyükdür, hə. O zaman Evet. Turu ilə toplayacaq nəyi? B2, yox, Turu ilə B2. Mən səhv Bilmem topladım. A2, A2'ni 43'ü. Birindən A2-ni, S1 43-ü, o da eləyir 43 eləyir də, 12-ni yox. Yox. 44 müəllim, 44. Hə, Biri toplayır. C1 ilə onu toplayanda biri 44 verir bizə. dəqiqə. S1 ilə A2-ni topladı da, Turu ilə A44 düz deyirsiniz. Bəli, 44. Cavab oldu. Aydındır. İndi Bəli. sevgi xanasında bu düstur seç xanasında hansı şəkildə olacaq? Sevgi xanasında düstur seç xanasına köçürüləcək. Seçki xanasına köçürüləndə də olacaq dollar A. A dolar 1 vurulsun Vurulsun B2. 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 Bəli, dollara o da olacaq B variantı. Hı hı. Hə, rows müəllimlər sətirlər deməkdir. Burada yazıb sətirlərin sayı, amma bəzən yazmaya da bilər də. Rows sətirdir, kolum sütundur, seldə xanadır. Biz sətirləri necə tapırdıq? Böyük 6'dan rəqəmə- 2 birini üstünə bir 6'dan 2 gələcək. çıxırıq, üstə 1 gəlir. Bəli, bəli, cavab oldu 5. Yox, 6. Niyə müəllim? Oradan neçədən çıxdıq ki? 6'dan 6'dan 2 Hə, çıxırıq. bir gəl, 4'ün beş. üstünə də 1 bəli, 5'dir. oldu. 5 C variantı. Bu gün mən nəsə diqqətsizlik çox edirəm, fikrim yayınır. C14 xanasının nəticəsini tapın. Deməli, B2, B14-də burada minimumu istəyir, minimum 2. Samdabların cəmi 2, 10, C2, C14 xanasının deyir topla. C14 xanası. B12'də demək C2 2'dir. ilə B14'dən minimumu 2'dir. bir dəqiqə. C12 bizdə 2-dir. Bir də A14 xanasını istəyir. 2'dir. A14 də bizdə eləyir 6. Yox, A14 də bizdə eləyir 6. Bu da eləyir 8-də. 8 eləyir də 8. Bəli. Bax, bu da bayaqki tipli suallardandır. Bunu da gəlin həll eləyək. Demək, C1-dən C3-ə, C1-dən plus C2 plus C3 bərabərdir 4. Elə bayaqki misal oxşuyur bu. Getmirsən. Elə bu misal oxşuyur. Baxaq ki, Buydu. Yox. sərbəst Yox, deyil. bunu Bu bayaqki də müəllim elədi bunu. Bu. Aha. Average ədəd ortadır da. Deməli, yazacam C1 plus C2 plus C3 B3 bölə 3. bütün 3 bərabərdir 4-ə. 4. Average misal C4, çəkdim. C5. C4 Üstə plus gələcək 5 C5 bölü 2 bölünsün 2 Bərabər də 6. qiyməti bərabərdir Altı. nəyə? 6-ya. 6. İndi müəllimlər, cəmiyyət. bəli. Sam C1, C5 düsturunun qiyməti nəyə bərabər olar? 10-dur da On. müəllim. C1, Buyruq 10. C5 qiyməti C1 plus C2 plus C3 plus C4 plus C5. Düzdür? O da Onda eləyir bunların bölü. məxrəc, gəlin belə eləyək də. Onda bu C1 plus C2 plus C3 olacaq. 3-ə bölüb, axı 4 damcı. Bu 12 olacaq. Düzdür? Bu da C4 ilə C5-in də cavabı 12 olacaq da. 3'ə bölüb 3'də əvvəl 24. Bilirsiniz niyə elə oldu? Çünki mən bunları toplayıb 3-ə bölüb 4 almışam da.
3'ə Bəli, bölünsün bura 12 olar, 12 cavabı 12. eşitdir. Bəli. Altını da ikiye Bura vuracaq 12, 12. 24. İndi Bu S1, da S5'te nə diyecekler. var? S1, S2, S3, S4, S5. S1-dən S3-ə qədər 12-dir. S4-lə S5 də 12-dir. 12 plus 12 də 24. 24. Tam aydındır. Bəli, bəli. Evet. Hə, Bəli müəllim. bu da getdi 24. Bu Lin birisine left bakırsa right 151. hə bu nəzəri tutur. Lin left right funksiyaları hansı kateqoriyaya aiddir? Bunlar mətn funksiyalarıdır müəllimlər. Text. Average count, count A bunlar da statistik funksiyalardır. Matematik olar da müəllim, yoxsa Bunlar yox? statistikdir müəllimə, statistikdir. Samdır, samifdir, sonra produktdur, poverdir. Bunlar riyazi düsturlardır. Matdır. Sonra if and true false bunlar məntiqidir. Məntiqiyə nə deyirlər burada? Səhv eləmirəmsə logical belə. Ədədin mütləq qiymətini qaytarır moduldur. ABC-dir bu da. Diapazondakı ancaq verilmiş şərti ödəyən xanal cəmliyi samifdir. Uyğunluq sualı. Bu funksiya xanallar diapazondakı verilənləri saymaq üçün istifadə olunur. Saymaq üçüncə bu countdur. 1-ə getdi A. Üzrsən, verilənləri say, üzrsən, verilənləri deyirsə count A-dır müəllimlər. Çünki veriləndə orada hərf, rəqəm dəxli yoxdur. Verilən count A. Onda 1-ə getdi C. Ədədləri saymaq üçün də 2-yə getdi countdur bu A. Müəyyən şərti ödəyənləri sayarsa bu da countifdir B. 1C, 2A, 3B. Elə cavablarda da 1C, 2A, 3B burada. Average funksiyası hansı əməliyyatı yerinə yetirir? Ədəd ortadır. Ədəd orta, ədəd orta. Harada cavablarda ədəd orta? Saymaq, ədəd ortanı hesablamaq üçündür. Belə suallar düşməyəcək. Bu nəzər suallara çox da vaxt itirməyin. Yok hiç onlar düşmür elə. Ehtiyac yoxdur. Sadəcə olaraq düsturlarla bağlı düşür. Yəni o abituriyent kitabında yox idi. Tabladan qətiyyən düşmür. Buna görə heç bir düsturlarla bağlı nə varsa hamısını da işlərik. İndi Müəlliməmiz burada yadında qalmışdı müəllim. Deyir orada iki elə bir toplama, çıxma, bir də average belə düşmüşdü. Üçün bir yerdə hesablama. Biz də elədik onları. İşte demək olar. bəli, 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 bəli. Belə düşmüşdü dedi. Qətiyyən, yəni birisi nətərdir? Bax, bu tipli suallar var. İndi mən sizə qoy göstərim. Bunlar adətən dövlət qulluğuna düşən suallardır da. Məsəl üçün tablardan, tor xətləri nə bilim harda nə vaxt görünəcək, nə vaxt görünməyəcək, bu harda yerləşir. Bax, bu tipli suallar düşmür. Qətiyyən düşmür. Buna görə də burada diaqram məsələləri var. Diaqramdan da bir ikisinə baxardı. Onsuz da vaxtımız var. Diaqramdakı burada hesab diaqram elə də şey yox, baxdıq da yox. Testdə zaten diaqram çoxdur müəllim. Eləmədiklərimizi eləyərik inşallah. Onda müəllimlər inşallah gələn dərsimizə qədər siz onda baxarsınız topluya, edə bilmədiyinizi edin. Mənim bu test hardan idi? Onu ata bilərsiniz bizə. Biz özümüz bir də Bu müəllimlər işləyərik. PG-dən Gündüz müəllimin testidir, köhnə kitab. Çox gözəl kitabdır. Mən əvvəllər Neçə hər Niqaburdan keçirdim hazırlığı. Çox keyfiyyətli kitab. kitab Çox işləyərik. yaxşı.